Foydali ma'lumotlaringiz va qimmatli fikrlaringiz uchun katta rahmat. Ustoz, endigi so'z navbatini, ma'ruza uchun so'z navbatini Ulviya Nagiyeva, Ada Primary School Teacher. Marhamat. Hər birinizi salamlayıram. Azərbaycandan sizə qucaq dolusu salam gətirmişəm. Hörmətli rektor, yaratdığınız bu şəraitə görə sizə dərin təşəkkürümüzü bildiririk. Bugün mən məktəbə qədər təhsildə rəqəmsal və təbiət yönümlü öyrənmənin müqayisəli təhlilindən danışacağam. Növbəti. Mən bu tədqiqatımı müəllimim Döyağıl müəllimlə bir yerdə etmişik. Tədqiqatımızın əsas məqsədi məktəbə qədər təhsil kontekstində rəqəmsallaşma prosesi ilə təbiətlə təmas arasında elmi balansı uyğunlaşdırmaqdır. Yəni biz necə etməliyik ki, şagirdlərimiz, övladlarımız hər tərəfli bu modellə tanış olsunlar. Mən bu tədqiqatı araşdırarkən bir neçə tədqiqat istiqamətlərinə nəzər salmışam. Bunlardan beynəlxalq təcrübə, müqayisəli təhlil və tətbiq sahəsinə bu tədqiqatın istiqamətləri bölünür. Həmin bölündüyü hissələr də özləri də müəyyən hissələrə bölünür. Beynəlxalq təcrübə əsasında hesabatlar, tövsiyələr, qabaqcıl modellər, müqayisəli təhlildə rəqəmsal üstünlüklər, təbiət potensialı, inteqrasiya imkanları və tətbiq sahəsi. Biz bu modeli harada tətbiq edə bilərik? Türk dövlətlərində, milli kurikulumda və pedaqoji modellərdə. Növbəti slaydımız mövzumuzun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə rəqəmsal çevikliklə təbiətin sintezini necə təşkil etməliyik? Burada əsas məqsədimiz uşaq mərkəzli yanaşma əsasında texnologiyaların təbiət müşahidələrinin sənədləşmə və alət kimi istifadəsinin balanslaşdırılmasıdır. Texnologiyanın təbiət təhsilinə inteqrasiya prosesində bir problem var. Bu problem ondan ibarətdir ki, müasir dövrdə uşaqlar təbiətlə birbaşa təması yoxdur. Riçard bu vəziyyəti təbiət çatışmamazlığı sindromu ilə adlandırır. Bura zaman nə baş verir? Uşaqlarda fiziki aktivliyi azalır, pasiv həyat tərzi yüksəlir, dağınıq, diqqət dağınıqlığı, emosional qeyri-sabitlik, ekoloji şuurun zəifləməsi. Əlavə olaraq qeyd edə bilərəm ki, şagirdlərdə göz təması, övladlarımızda göz təması kəsinliklə azalır və bu da şagirdlərimizdə özünə güvənin aşağı səviyyəyə düşməsinə əsas verir. Bəs bu problemi necə həll etməliyik? Təhsil ekspertləri hər zaman buna bir sual verir ki, praktikada rəqəmsallaşmaya həddindən artıq üstünlük verək, yoxsa onu tamamilə bu praktikadan kənarlaşdıraq. Amma düşünürəm, konseptual sual ondan ibarət olmalıdır ki, erkən uşaqlıq dövründə uşağın hər tərəfli inkişafını təmin etmək üçün təbiət yönümlü modellə rəqəmsal modeli necə balanslaşdırmalıyıq? Mən bunun üçün bir çox qabaqcıl ölkələrin modellərinə diqqət etmişəm. Burada Estoniyada Project Tiger bir proqram var ki, şagirdlər onu uşaqlıq yaşlarından alqoritmik düşünmə, problem həll etmə bacarıqlarına yiyələnirlər. Singapur və Cənubi Koreyada isə rəqəmsal savadlıq sistemləri daha təhsilin təməlini təşkil edir. Və hesabatlarda da biz bunu elə görə bilərik ki, düzgün pedaqoji yanaşma ilə texnologiyanın öyrənmənin motivasiyalı inkişafını, idrak fəaliyyətini əhəmiyyətli dərəcədə stimullaşdırır. Yəni biz balansı düzgün qursaq, biz bu nəticəni əldə edə bilərik. Texnologiya istehlak deyil, yaradıcı alətdir. Rəqəmsal alətlər uşaqlar üçün yalnız oyun və yaxud izləmə vasitəsi deyil, heç biz analar üçün də köməkçi vasitə olmamalıdır. Burada uşağın yaradıcı mühitini formalaşdırmaq əsas götürülür. Məsəl üçün, alqoritmik düşünmə. Uşaq nə edir? Addım-addım məntiqi ardıcılıqlar qurur, problem həll edir. Texnoloji vasitə ilə çətinliyin öhdəsindən gəlir, çünki bu onun marağına uyğundur. Burada tələb-təklif prinsipi bir-birini ödəyir.
və yaradıcı yanaşma, rəqəmsal platforma ilə yeni məzmunlar yaratmaq. Pedaqoji kontekst və yönləndirmə, Plum, McPake, Stephen tədqiqatlarına əsasən texnologiyanın sadəcə mövcudluğu deyil, onlardan istifadə konteksti əsasdır. Burada ən vacib nüanslardan biri ondan ibarətdir ki, müəllim və valideynin rolu texnologiyadan müəllim və valideynlər uşağı təcrid etməməlidir. Onlara düzgün fasilitatorluq yönətməlidir. Sosial qarşılıqlı əlaqə, uşaqlar texnologiyadan birgə fəaliyyət çərçivəsində istifadə etdikdə inkişaf edici təsir maksimuma çatır. Və balans, yenə də dediyim kimi, ekran vaxtı, rəqəmsal platforma mütləq tənzimlənməlidir. Beynəlxalq təcrübədə təbiət yönümlü öyrənmə modelləri, Skandinaviya modeli, Forest School və Auto Education, Norveç və Finlandiyada tətbiq olunan bu modellər uşaqlar günün böyük bir hissəsini təbiətdə keçirdirlər. Onlar təbiəti şəkillərlə, videolarla araşdırmırlar. Təbiətin mövcud parçalarını özləri görürlər, yerində adlandırırlar və burada əsas məqsədlərdən biri ondan ibarətdir ki, artıq şagird təbiəti necə sevməli olduğunu biz ona demirik. Şagird artıq təbiəti özü sevir və qoruyur. Bu zaman şagirdlər sərbəst seçimlə üz-üzə qalırlar, uşaqlar öz fəaliyyətini sərbəst izləyirlər, riskləri düzgün qiymətləndirirlər və problemi özləri həll edirlər. Biz onlara kömək etmirlər. Onlar anında əməkdaşlıq çərçivəsində problemi həll edirlər. Gəlin təbiət yönümlü öyrənmənin faydalarına baxaq. Burada iki istiqamətə bölünür, psixoloji rifah və ekoloji şuur. Psixoloji rifah olanda nə baş verir? Stres səviyyəsi azalır, diqqətin bərpası artır və emosional sabitlik mövcud olur. Bəs ekoloji şuur, ətraf mühitə münasibət, təbiətə birbaşa təmas və davamlı inkişaf anlayışı. Davamlı inkişaf anlayışı ilə şagird davamlı inkişaf edir və təbiəti qoruyur, onun daha yaxşı olması üçün şərait yaradır. Və ekoloji şuurun formalaşmasında təbiət yönümlü təhsil uşaqlarda erkən yaşlarda ətraf mühitə qarşı məsuliyyətli münasibət qurmağı formalaşdırır. Bu yalnız bilik deyil, onu qorumaq vərdişinin aşılanmasıdır. Şagird vərdişi formalaşdırır və özündə olduğu kimi ətrafına da müsbət ara formalaşdırır. Və bu slaydda mən qısa olaraq onu deyə bilərəm ki, biz bu yanaşmanı müqayisə təhlil edəndə, əgər uşağın hər tərəfli inkişafını fərqli aspektlərdən görürüksə, istəyiriksə, bu modellər heç biri bir-birini təqzib etmir, inkar etmir, əksinə tamamlayır. Rəqəmsal mühit daha çox idrak və texnoloji bacarıqlara, təbiət yönümlü mühit isə psixoloji, emosional rifaha kömək edir, xidmət edir. Bunların hamısının vəhdətində isə sağlam şəxsiyyətli bir cəmiyyət formalaşır. Rəqəmsal üstünlüklər idrak marağının stimullaşmasıdır, informasiyanın əlçatan olmasıdır, müasir texnoloji vərdişlər bu rəqəmsal üstünlüklərə aiddir. Və təbiət yönümlü üstünlüklər nədir? Emosional sabitlik, rifah, sosial əməkdaşlıq, 20 toy bacarıqlar. Texnologiya təbiətdə müşahidə aləti kimi necə ola bilər? Uşaqlar gördükləri bitkiləri, foto və yaxud videolarını çəkirlər, tədqiqat vasitəsilə mikroskoplarla onları müşahidə edirlər və onlardan bir slayd hazırlayıb təqdim edirlər. Holistik inkişafın komponentlərini mən şəkillərlə də göstərmişəm. Burada idrak, sosial-emosional, fiziki və ekoloji şuur. İdrak deyəndə alqoritmik düşünmə, təbiət qanunluqları sintezi, sosial-emosionallıq, birgə, əməkdaşlıq, layihələr. Fizikidə isə texnoloji alətlər, təbiət qoynunda aktiv fəaliyyət, ekoloji şuur isə ekoloji vasitələrlə ətraf mühitə qarşı həssaslığın artırılması. Türk dövlətlərində tətbiq perspektivlərində müəyyən islahatlar üçün ən əsas komponentlərdən biri də yaşıl təhsil komponentinin güclənməsidir. Bu zaman ekoloji şuurun erkən yaşlardan formalaşır, təbiət əsaslı fəaliyyətləri rəsmi təlim nəticələrinə inteqrasiya olunur və rəqəmsal alətlərin təbiət müşahidəsi üçün köməkçi vasitə kimi tanınır.
Kurikurumun inteqrasiya istiqamətlərinə isə baxanda, rəqəmsal savatlıq özü də 3 yerə bölünür. Alqoritmik düşünmə, problem həll etmə, yaradıcı istifadə. Yaşlı təhsildə isə ekoloji məsuliyyət, təbiət müşahidəsi və davamlı inkişaf. Bu hissədə infrastrukturun təbiətlə uyğunlaşması. Təbii ki, biz hər hansı bir layihəni icra ediriksə, bizim infrastrukturumuz olmalıdır. Bağça həyətləri beton örtüklərin azalmalı, təbii landşaf artırılmalıdır, açıq hava sinifləri müəyyən olunmalıdır və təbii resurslarda olmalıdır. Məqsədimiz infrastrukturun dəyişikliyi uşağın həm fiziki aktivliyini artırır, həm də rəqəmsal cihazlardan asılılığını təbii balansla çatdırır. Unutmayaq ki, bağça həyəti sadəcə oyun yeri deyil, əsas öyrənmə laboratoriyasıdır. Və Türk dövlətləri arasında əməkdaşlığın, növbəti slayda zəhmət olmasam, regional əməkdaşlıq, ortaq modellər, təcrübə mübadiləsi və rəqəmsal platforma. Ortaq modellərdə vahid kurikulum standartları, resurs mübadiləsi. Təcrübədə isə birgə ilmi konferanslar, müəllim mübadiləsi. Rəqəmsal platformada isə Türk Dünyası təhsil portalı və metodik baza. Və sağlamlıqdan danışsaq, Ümumdünya Səhiyyə Təşkilatının məktəbəqədər yaşlı uşaqlar üçün müəyyən etdiyi normalar var. 2-4 yaşlı uşaqlar gündə 1 saatdan artıq olmamalıdır onların rəqəmsal asılılığı, fiziki aktivliyi 180 dəqiqəni keçməməlidir. Uşaq isə 1 saatdan artıq hərəkətsiz qalmamalıdır. Və nəticə olaraq qeyd edim ki, uzun müddətli ekran istifadəsi zamanı fiziki passivliyə və diqqət dağınıqlığına səbəb olduğu halda təbiətdə növbəti slayd, təbiətdə bu mənfi təsirlər neytrallaşdırılır, növbəti slayd və bərpa edilir. Əsas yekun nəticə. Gələcəyin təhsili rəqəmsal çevikliklə təbiətlə bağlılığın süni şəkildə qarşı-qarşıya qoyulması deyil, onların harmonik sintezidir. Təşəkkür edirəm. Qimmatli təcrübə və